Fövqəladə Hallar Nazirliyində nə baş verir? Dövlət Yanğından Mühafizə Xidmətinin vəzifəli şəxsləri müəssisədə qanunsuzluqlara yol verir, medallar satılır, yerlər nələrinsə qarşılığında müəyyənləşir, hətta parad geyimləri belə pul qarşılığında satılır. Bu iddia ilə kanalımıza müraciət edən Salmanov Eyyubun çıxışını olduğu kimi diqqətinizə çatdırırıq. Axşamınız xeyir əziz izləyicilərim. Mən burada birbaşa Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Cənab Kəmaləddin Heydərova şikayət və müraciət edirəm. Cənab Nazir, bizim şikayət 2022-ci ildən davam edir 2026-cı il yanvar ayına kimi. Məsələ də nə yerdədir? 2022-ci ildə 29 sayılı Yasamal Dövlət Yanğından Mühafizə Bölməsinin sabiq rəisi Nasir Qazibəyov, sabiq rəis mavini Rövşən Qurbanov, növbə rəisinin köməkçisi Orxan Bağırlı bizim başımıza itin oyununu açıblar, o həddə çatdırıblar, o dərəcə bizə işgəncə, əzab-əziyyət uşağa, mənə, yoldaşıma. Mən insult keçirmişəm əsəbdən. Bütün həkimlərin rəyi, ekspertizanın rəyi, həkimlərin yazısı, göstərişi, sinka çıxarılıb hamısı ki, necə olub, nətər olub, hansı gün tarixləri ilə. Biz şikayət üçün getmişik Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə. Düzdür, orada çox sağ olsun cənab Seymur Qaraşov cənabı özü şəxsən çıxdı, köməkçisi ilə bizi qarşıladı, çox gözəl qarşıladı. Göydə Allah və adam düzü danışar. Qulaq astı, dindirdi, danışırdı, sağ olsun. Bizi göndərdi Dövlət Yanğından Mühafizə Xidmətinə General Asif Məmmədin qəbulda ki, gedin şikayətçi ona deyin də, mənim sağlarımda döyüb. Rəis Asif Məmmədin işçisi, o baxır. Biz yoldaşını getirdik Dövlət Yanğından Mühafizə Xidmətindən, Asif Məmmədin qəbulundan. Axır düşdü qəbulundan, Asif Məmmədin elə sifət göstərdi ki bizə, yoldaşımla mənə. Elə danışır bizimlə, elə bir sifət göstərir ki, elə bir ki, mənim dədəmin borcu var, yoldaşımın dədəsinin borcu var bu Asif Məmmədliyə. Çox belə kobud Fövqəladə Hallar Naziri etik davranış kodeksinin davranışını belə kobudcasına pozmaq, heç belə bizi dindirib danışır, bizi eşitmək istəmirəm sizi. Siz özündə danışırsınız, əks eləmir, güzgüyə baxıram, mən əks eləmir, görmürəm. Ay, sən nəyi görmürsən? Sənəd gətirmişəm, həkimə rəyi, ekspertin rəyi ki, bu yaramazlara görə mən ifa kəsilmişəm, xəstəlik tapmışam. Oğlum bu yaramazlara görə kredit gözü borc bankdən bizi sağaldı, müalicə edib. Asif Məmmədin dədəsinin borcudur, eləsə də rəis mavini var, Mirzavad Seyidov. Gəh özünü Mirşahin Seyidovun qohumu sayır, gəh Səməd Seyidovun qohumu sayır. Mən nə istəsəm, mən edərəm bu şəxsi heyət üzrə rəis mavini, bu dələ dur. Mən də görmürəm deyil, burada bir heç bir əsas yoxdur. Bilmirəm, bunlar kördür, kardır. Sənədlər qoymuşum qabağına, baxmır. Heç belə bu adamları çağırmadı ki, ay bölmə rəisi, ay bölmə rəisinin mavini, ay növbə rəisinin köməkçisi. Bura gəlin, sizdən şikayət var, nə məsələdir, nə olub? Niyə məsəl üçün Qazaxdan yoxdur, Lənkərandan yoxdur, nə bilim, Biləcərdən yoxdur, nə Suraxandan yoxdur, sırf 29-da bu günə kimi də özbaşınalıq, xaos belə bazara çeviriblər. Əsas da ki, Mirzavad Seyidov. Birbaşa o Orxan Bağırlı növbərəsinin köməkçisinə daydaylıq edir. Onun bütün cinayətlərini örtbasdır edir. Yenə mən buradan deyirəm, sağ olsun yenə Seymur Qaraşov cənabları dərhal reaksiya verdi. Natiq Qazibəyov 29 sayılı bölmənin Yasamalın Pajarlının Natiq Bəzəli işdən azad etdi və Rövşən Qurbanı azad etdi. Ancaq belə çox maraqlıdır ki, bu Orxan Bağırlı, bu Mirzavad Seyidovun daydaylıq sponsorluğundan niyə görə Seymur Qaraşov, yəni Mirzavad Seyidov bunu damazlıq saxlayır burada. Bu işdən azad olunmalıdır. Vətəndaşa külli miqdarda maddi mənəvi ziyan vurur. Sağlamlığına ağır zərbə vurur bu yaramaz Orxan Bağırlı. İşə baxın, nə var bir şikayət edirsiniz, siz bizdən şikayət edirsiniz. Orxan Bağırlı götürüb rəis əvəzi 29 sayılı Pajarlıya Yasamaldan. 29 sayılı Pajarlıda rəis əvəzi təyin edirlər. Başa düşmürəm, mənim Azərbaycanda Orxan Bağırlıdan başqa rəis əvəzi yoxdur. Niyə görə Qazaxın, Lənkəranın rəisi çıxır, o dəqiqə yerinə rəis təyin olunur.
düz bir il, 2 ilə yaxındır, rəisi yoxdur orada 29 saylı bacarında. Ancaq Orxan Bağırlı əvəz edə bilər. Bu nə deməkdir bu? Yoxlama gəlir, tutur Orxan Bağırlının çepesini, onun belə qanuna zid əməllərini yazıb alt yazması. Görsün görür, həyasızlığa bax. Mirzəvaz müəllim, filan kəs gəlib, operasiya edən bilir, filan kəs. Mənə burada alt yazır, mən çepeyimi tutur. O da görsün ki, çıxın orada 29'da hara geçsi gedin. Yaramazdır bu. Fövqəladan azam basını rüsva eləyir. Bazara çevirirlər o Asım Məmmədi, əsasən də Mirzəvaz Seyidov. Belə hegemonluq edib, belə öz başı elib ki, dədəsinin bu şəxsi idarəsidir. Mən başa düşə bilmirəm. Fövqəladə Hallar Naziri Kemalettin Heydərov bunu bilmir, ya buna çatmır. Niyə baxmır? O boyda general Afşin Kazımı çıxır. Afşin Kazımı çıxmamalıdır. Bu yaramaz Dələduz Mirzəvaz Seyidov çıxmalıdır. Eləsinə də bu Asım Məmməli çıxmadı. Bunlar heç bacardan, yanğına anlayışı yoxdur. Dəhşətli yanğın olur, güclü yanğın olur. Vızır 1, vızır 2, vızır 3, vızır 4. Bunlar hadisə yerində getmir. Nə Asım Məmməli, nə Mirzəvaz Seyidov. Hadisə yerlərində getmirlər. Getmirlər hadisə yerində ki, hansı bunlar dədəsinin borcu hadisə yerində gedir. Orada insanlar həlak olur yanğında. Bunlar orada göstəriş verməlidir. İdarə etməlidir şəxsiyyəti. Bunlar o bacardı, yanğın oldu, getmirlər. Ancaq bəzənib, düzəlib elə bir ki, kabinetdə oturub bunlar toya gəliblər. Eləsə də Orxan Bağlı hadisə yerinə gedir. Parad formadı gəlir, general polkovnik kimi toxunma paqon taxıb. Elə ki, bu adam toya gəlib. O boyda keçmiş DMX rəisi Füzuli Əsədov, general mayor, Bayorka elində, kaska başında müsahibə verir. Adam çatmır yanı söndürən işləyəndə, şılan əlində tutur. Bu Orxan Bağırlı olub elə bir ki, birinci navini, Kemalettin Heydərov birinci navini Orxan Bağırlı olub bu. Niyə bunu öz basırırlar? İndi də işə baxın. Nə vaxt 2022-dən biz bugünə ki, şikayət edirik ki, bizim şikayətinə baxmır. Asım Məmməddən, Mirzəvaz Seyidli, Orxan Bağırlıdan. Eləsinə də oğlunun naziri tərəfindən verilmiş Fövqəladə Halların peşə bayramına əlaqədə 2025-ci ildə, 2024-cü ildə medallarını oğlum Salman Etibar Eyüboğlu'nun adına Orxan Bağırlı, Nasir Qazbəyev satıblar pulla sənətsiz başqa əməkdaşların özlərini sənətsiz o adamların kimləri satıblar, onların az familiylə saxlamışam. Şahit edirəm ki, belə buna görə bunlar azına düşür. Daha sonra oğlum 17 ilə yaxın işləyir bacarında. Qüsursuz xidmət edir, işləyir. Ancaq fərqi nədir? Bunlar baxmır, bunu görmür. 1 ilin, 2 ilin işçisinə kiçik çavuşdan birdən-birə baş çavuş manqat komandiri təyin olunur. Eləsinə kursa yazılır 1 ilin, 2 ilin işçisin. Başa düşürəm. Burada əlbəttə ki, bu maddi maraq var, maddi maraq. Buna korrupsiya idarəsi hara baxır? Baş prokuroru hara baxır? Korrupsiya idarəsi, maddi maraq var. Niyə bu yazığa sən yazmırsan bunu komandiriyə kursuna, ya komandir vermirsən, medalını vermirsən? Bu 1 il, 2 il işçilər Siyavuş doğrusu dizinə kimi medal taxırlar hamısı, medal alırlar. Komandir kişi çavuşdan baş çavuş alırlar birdən-birə. 1 il, 2 ilin işçisi. İndi də nə var ki, mən şəhət edin ki, oğlumu komandirlər kursuna niyə göndərmirsən? Bu fevral ayı 2026-cı ildə fevralın 3-dən banka komandirlər kursuna göndərilir. Fövqəladə Akademiyasına. İndi Dələduzun növünə baxın. Mirzəvaz Seyidovun bu. DMX-nin şəxsiyyət üzrə rəis mavini. Prinsipi adına oğlumu götürüb yazır, Xocavəndə ezam olunsun. Bu komandirlər kursu başlayandan qutarana kimi. Onun yerinə 1 ilin, 2 ilin işçisi ya 10 ilin işçisi, oğlum 17 il işləyir. Onlardan əlbət yenə deyirəm, maddi maraq. Niyə görə Qaraqaşda gördən aşıq olmur ki? Belə çıxır ki, belə çıxır. Mənim fikrimi deyirəm mən. Yəqin pul alır ki, bunları yazır. Bu belə, medallarını satıblar oğlumun, nazirlik tərəfindən verilmiş. Araşdır nazirlikdə kadrlarda var. Eləsinə oğlum işə girəndə 2010-cu ildə Bayovqa alıb. Onu mən çişdirməkdə dənizdə çişirməsi yeri qalmır. 1000 dəfələr demişəm. O Mirzəvaz Seyidova da, Asım Məmməlidə, Orxan hamısına yoxdur, Bayovqa yoxdur. Bayovqa satılır oğlumun. Oğlumun medalları satılır, parada forması satılır. Hətta
İşə baxın, ne dedim ki, bu yaramazlığın dələdurun növünə baxın ki, indi götürüb bu, nə var şikayət edir, prinsip aparır. Götürüb bugün əmr atır qrupa ki, Etibar Salmanov, Etibar Eyüboğlu göndərilsin Xocavəndə ezam. Mənim oğlum gedib ezam. Meşə yanında, Lənkəranda olub, Lerikdə olub. Amma o dizinə kimi medal taxanlar 29-da Ramil Hüseynovdur, Raufdur, o birisidir, bu birisi özünüz araşdırın, baxın. Bunları nə bir iştirak etməyib, nə bir Azərbaycan rayonlarında, meşə yanlarında, nə də Qarabağa getməyib bu adamlar. Bunlara medal verilir, rütbələr verilir, bunlara komandir kursuna yazılır. İşə də baxın. Özdə deyir, oğlum neçə dəfələ müraciət edib ki, lazımdır ki, mənim anam, atam xəstədir, mənə pomoş verin. Orxan Bağlı dəfələr 2025-ci ildə hər gün, hər ay deyil. Hə, bu ay. Axır ki, sağ olsun yenə daxili səhqatın əməkdaşların köməkliyi ilə axır ki, oğlum ilin sonuna yaxın o pomoş maddi yardım aldı. Maddi yardımın Orxan Bağırlı, Nasir Qazıbək, o maşın yaramazlar, dələdurlar. O Mircava Seyvin daydarlığı nəticəsində götür kimin 5 maşını, kimin 5 evi, obyekti, restoranı, onlara maddi yardım yazırlar. Bu maddi yardım yazılır, ay Beymi Xeyr Rəisman şəxsiyyət üzrə. O maddi yardım verilir birinci növbədə. Kimin buna ehtiyacı var? Oğlumun evi yoxdur, o maddi yardım alanlar kimi, medal alanlar kimi, maşını yoxdur, obyekti yoxdur. Yoxdur. Buna düşür birinci maddi yardım. Gözü bunlara yazır Orxan Bağırlı. Hər nə oldu? Ancaq harada nəsə varsa. Məsəl üçün geçsin, dedik ki, Lənkəranda dava söndürmək gedib uşaq yazır. İndi də gözü Xocavəndə yazır. Bunu yazır Orxan Bağırlı. Göstəriş verir Mircava Seyidova, dayısına, daydayına. Bu Mircava Seyidovdur, bu Asil Məmməlidir. Bunlar bacardan, yanğından bu adamların başı çıxmır, anlayışı yoxdur. Bunlar işdən azad olmalıdır. Götür güclü, savadlı kadrları, məsələn, Rıza Xuday, Polkovnik, Akşin Kazımov, eləsinə digər başqalar, onları işdən çıxarırlar. Hansı ki, bu adamlar anadan gəlmə, peşəkar, profesional, bacarlı işində pişmiş kadrlardır. Mənim bu Asil Məmmədli, mənim bu Mircava Seyidov, yenidir, bacardan anlayışı bu adamların yoxdur. Başı çıxmır, heç hadisə yerinə getmir. Fövqəladə Hallar Naziri gəlir hadisə yerinə, Nazir Mavini gəlir hadisə yerinə, nə Asil Məmmədli gedir, Orxan Bağırlı gedir, paralı formada general polkovnik toxunma pagonla. Elə bir ki, toya gəlib bu. Haradakı şəxsiyyətdə adam çatmır. Bunlar qərəzi şəkildə yanı söndürə incidirlər ki, yanı söndürə nə bezib işdən çıxsınlar. Digərləri şərliyib işdən çıxardırlar. Şər atıb işdən çıxarırlar belə. Təcrübəsi belə götürürlər, bu adamlar götürür, adamı baxır. Heç şılan tuta bilmirlər. Bu nə vaxtdan kimi davam edəcək. Mən xahiş elədim buradan birbaşa Fövqəladələr Naziri Cənab Kəmalettin Heydərov ki, xahiş edirəm. Bizim bu şəhidləri nəzərə alıb, bizim şəhid təmin edəsiniz. Oğlumun satılmış medallarını, bayoflasını satılmış, paradlı formasını, komandirlər kursuna getməz oldu. Nə var ki, oğlum komandir kursuna getmək fevralın 3 bu ay, gələn ay. O gözləyib Orxan Bağırlı göstəriş verir Mircava Seyidova. Bunu göndər Xocavəndə geçsin ki, burada bu Eyüp üçün oğlu getdi Xocavəndə ezam öz xahişi ilə. Burada adam çatmır, götürdük həmən o milli qəhrəman var. Burada Ramil Hüseynov, Rauf nəmli kimdir o 3-cü növbədə. Biz bunları yazdıq ora. Ya adam çat, bunlar geçsin komandirlər kursuna. Araşdırın, baxın da, yeni dediyim kimi ki. Bu nə vaxtsa ki, bu özbaşınalıq, anarxiya, xaos davam edəcək. Xahiş edirdim, bunları təmin edin. Bunun götürüb onun ixtiyarı yoxdur. Sən nə vermiş oğluma? Oğluma nə ev növbəsi götürmürsən, nə kirayə pulu vermirsən, medalları satırsan, bayokasını satırsan, paradlı formasını satırsan, kursuna pul alıb başqa adamlar göndərirsən. Türkiyəyə gedib oğlumu yazmışlar, Türkiyəyə gedmək yanı söndürməyə. O vaxtda da Əkbər Novruzov maşinlik o, eləsinə yaramaz. Götürüb oğlumu düşürdür maşından. Başqa adamları əlində kağız yazıb ezam göndərir Türkiyəyə. Əlbəttə ki, pul müqabilində hamısı. Mənim oğlum niyə Türkiyə yazılmır?
Ancaq belə gez rayonlarda pajar meşələrdə söndür. Gez Xocavəndə mənim o 29'da oğlumdan başqa adam yoxdur. Xahişən bütün bu nöqsanları aradan qaldırın. Sizdən çox xahiş edirəm bir nazir kimi, cənab nazir. Belə adamlar bu yaramazdır. Mən istəməzdim ki, bu həddə çıxsın. İnan Allaha, Qurandan bu. Mən istəməzdim ki, bu həddə çıxsın. Ki, sizin adınız hallansın. Amma məcburam, bu yaramazlar məni boğaza yığıb. Buna dərhal Asif Məmməli də, Mircavad Seyidov da, eləsinə də bu Orxan Bağlı yaramaz. Rədd olmalıdır. İşdən azad olunmalıdır. Dərhal. Bütün mağdur sübutlar da saxlamışım. Bunların işdən azad olunmalıdır. Hətta həbs olunmalıdır. Məni qəbul edin, sizə göstərim şəxsən. Çox sağ olun, diqqətinizi minnətdaram. Bu arada səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq. Ümid edirik ki, Fövqəladə Hallar Naziri başda olmaqla bütün vəzifəli şəxslər vətəndaşın səsləndirdiyi iddiaları nəzərə alıb, problemin kökünü araşdırıb həllinə çalışacaqlar.